Ama buradaki şkafda olan Fənər formasına yazdığım gəldi. Dedim ki, Fənərin forması oluyor. Aha. Nə düşmüsən mənim dalımcan, hə? Hara gedirəm, ora gəlirsən. Bütün yatıram duru. Demək, qızlar, ekranı vurun, yayını paylaşın. Bir gün qəşəng yayın aparacağım. Demək, minit olar. Durmuşam yuxudan. Vaniş artıq böyüyüb axı. Ücə avtomatik olaraq divandan özü düşür. Mən divanda yatıram da, burada yatmıram. Burada mən rahat ola bilmirəm. Divanda yatıram. Demək, Vanil səndən başqa kimi var? Az belə 27 yaşım var uşaqlar. Hə, bax qulaq asın, nə söz deyirəm? Uşaqlar, biraz kökəlmişəm, fikir verməyin. Hə, demək, divandayam, indi yatmışam. Demək, bu baş bəlası özü avtomatik yuxudan durur. Gedir pişmiş eləyir pampersinə. Gəlir təzədən görür mən yatmışam, təzədən gəlir girir yanıma. Əsləməyini yiyim. Ölüyorum ben ya, vallahi ölüyorum ya. Kızımın dişləri düşüb qızlar. Kızımın dişləri düşüb, o mırıqdır. Bax aşkım, mırıq dişim. Mırıq dişim. 3 ildir deyil. Hə, yaxşı Safi, yaxşı, böyümür. Yaxşı ürəyim, yaxşı. Mən vəsiqəmi göstərmişəm həyatım. Mən bilənlər bilir. Yəni, hətta mən realda yaşımdan belə az göstərirəm. 27 yaşım var, realda 20-21 verirlər mənə. Bəs sən paxılsan, aşkım. Bəlkə də mənim yaşımda olmağı istəyirsən. Paxıllıq edirsən, ola bilər. Amma yəni şey eləmirəm. Sənə fikir vermirəm. Çünki mən dəyərli yayıncıyam. Necə qızlar dəhşət böyüyüb. Deyirəm sizə, alt dişləri düşüb, üst dişləri də düşüb. Bir dənə, 2 dənə qıraqda cəmi qalıb. Aşkım. Qızlar yenə bugün yetişdirə bilmədim, valla. Yenə yeməyə bir şey tapdı, bax görürsəm. Yenə yeməyə. Uşaqlar, gəlin biz yayın aparırıq. Mən başa düşürəm sizi. Siz izləyicisiniz və hər şeylə maraqlanmaq sizin də təbii ki haqqınızdır. Çünki biz əgər burada nəyisə göstəririksə, siz də təbii ki hər şeyi sual verib maraqlanmaq haqqınızdır. Əgər mən təkcə divarı göstərib, stolda oturub axşamdan axşama PK eləsəydim, onda haqlıydınız. Yəni mən deyərdim ki, mənim şəxsi, amma gəlin yayınımı aparım. Sizi çox istəyirəm. Mən izləyən izləyicilər, kənardan gələn izləyicilər problem deyil. Onlar sual verib gedə bilərlər. Problem deyil. Quba Komp Servis, gözəl insan. Zəhmət olmasa cümləni axıra kimi tamamlaya bilərsənmi? Köhnənin nəyi? Bir də yaza bilərsən, zəhmət olmasa açıq adresində var. Yaza bilərsən zəhmət olmasa. Aşkım, niyə atırsan ki səssizə? Qoymuşaqlar, mən. Söyüşlər mənə baxmır ki zaten. Onu söyməklə zaten mən o söyüşün yiyəsi olmuram. Mən qalıcı zərbə vurmağı sevirəm, dəyərli izləyicilər. Bu söyüş hamı bilir. Mən də söyə bilərəm, sən də söyə bilərsən. O da söyə bilər, mən qəşəng də söyə bilərəm. Aşkım, mən prosta ağıllı insanım. Uşaqlar, mən qalıcı zərbəni daha çox sevirəm. Mən haqlı ikən haqsız vəziyyətinə əsla düşmərəm. Bu real həyatda da belədir. Məsəl üçün, yansısa mənə söyən bir yayıncı olsun da. Mən də durub ona WhatsAppdan söyüş də söyüb, haqsız yerə düşə bilərəm, düzdür. Amma mən ona elə bir zərbə vuraram ki, uşaqlar, bəli, işverənlikdirsə, işverənəm. Hə, öz haqqımı tələb eləyirəmsə, bu düzdürsə, bu işverənlikdir, bəli. Sən düz yolda gedirsən, sənə durub biri ailəndən, sənin özündən ağır söyüşlər söyürsən, ona heç nə eləməzsən. Yəqin onda sən yəqin öyrəşmirsən də üzvə gözvə söyülməyini. Bu da yəqin ki, sənin bir xarakterindir. Valla, bu sənin yəqin xarakterindir, ürəyim. Mən elə deyiləm. Mən söyürlər, cavabında qəşəng şəkildə alacaqlar. Bir kəlmə. Mən qalıcı zərbə vurmağı çox sevirəm. Uşaqlar, siz məni yaxşı tanımırsınız bəzən. Mən burada deyirəm, gülürəm, amma mən real həyatda tamam başqa cürə insanam. Söyüş söyləyəcəklər, yaxşı olar onlar üçün, nə deyə bilərəm. Ekranları vurun, biraz vanillə oynayın. Sonra make-up eləyəcəyik sizdən bir yerdə. Ekranı vurmalısınız, uşaqlar, ekranları vurun.
Bunun var ha, bax. Bunun uşaqlar, bax, bunun gözünü yaxşı düz. Təbii ki, düzün deyəcəm. Neynirəm? Mən sakit insanam. Mən heç kim bulaşmırsa, mən kiməsə niyə bulaşım ki? Sən mən söyürsən, təbii ki, qanun qabağında cavab verəcəksən. O söydüyün söyüşün cavabını verəcəksən. Bir kəlmə. Özü fake səhifələr yox ha. Öz orijinal profili, iş yeri və yaxud özünün orijinal profili, şəkli görsənəm, təbii ki, cavab verəcəksən. Mən tanıyırsan, mən söyürsən. Mən yerimi özünüzü qoyun, qızlar. Çöldə gedirsiniz, birisinin durub üzünüzə söysə, nə cavab verərsiniz ona? Neyniyərsiniz? Valla məndən, bəlkə siz ona da söyərsiniz, dava düşər, haqsız olarsınız. Biraz məntiqinizi işlətmək lazımdır ki, heç bir zaman haqlıyken haqsız durumuna düşməyib, biraz səbirli olmaq lazımdır. İnsana əgər söyürsə, sən söyüşlə iki qat ona, belə necə deyim, yandırmalısan ona. Söz uçar, yazı qalır. Boğazım quru deyim. Ne yazıb? Cavablarını. Aşkım, sən zaten sənin qarşında mən baş əyirəm. Sən möhtəşəm bir insansan. Həqiqətən deyirəm. Sən elə bir cavab verirsən ki, mən reytin eləmirəm. Sən də deyəm. Ekranı vurun, minitolar. Özledinizmi bu saatdə bir? Bütün var ha, buralarımı cırıq-cırıq eləyib minitolarım. Bax. Döymə taxta qapımı, döyərəm. Dəmir qapımı döymərəm, dağıdaram. İtə baxmaq çətindir. Bu itə baxmaq çox çətindir, çünki çox şuluq itiymiş bunu alan. Heç bilmirdim bu it belə olacaq. Mən Azərbaycanlıyam, uşaqlar. Hə, bax belə. İndi gəldik make-up zamanına. Məni biraz belə sönük görə bilərsiniz, amma indi makyaj edəcəm, daha da gözəlləşəcəm. Bu üzümü yadınızda saxlayın. Bunun nəticəsi çox qəşəng olacaq. İki makyajımı eləmək istəyirəm. Məndən zaten xarakterim elədir, yəni məndə kim baboşla axşam PK ilə. Ay aşkım, mən buradayam da. Erkek golden əli olur. Bu golden deyil ki, bu minimal testi. Dünənki makyajımı eləyəcəm.